Pulunun niyə artmadığını başa düşmək üçün motivasiya videosuna yox, çox sadə bir düstura baxmaq lazımdır. İqtisadda bunun qarşılığında kiçik sadə bir düstur var. Gəlir bərabərdir, saat vurulsun dəyər. Yəni sənin 1 saatın dəyəri nə qədərdir? Ortalama olaraq götürək ki, 500 manat maaş alan bir insan ay ərzində ortalama olaraq deyirəm 200 saat işləyir. Yəni bu nə deməkdir? Deməli bu adamın 1 saatın dəyəri 2 manat 50 qəpikdir. Və burada problem nədir? İnsanlar çox zaman bu saatı artırmağa çalışırlar ki, daha çox işləyim, daha çox pul qazanım. Məsələn, 200 saat işləyirdimsə 500 manat qazanırdımsa, indi 300 saat işləyim, götürək ki, 750 manat qazanım. Bu səhvdir. Burada insan baxmalıdır ki, mən saatımdakı olan dəyəri necə artırım. Sən fikirləşməlisən ki, mən kənar saatımı hansı bir işlə əvəz edə bilərəm ki, mən burada qazandığım 1 saat 5 manat olsun və artıq müqayisə edərək mən başqa bir işə keçə bilərəm. Və yaxud da bu işimdən kənarda bir işlər görsəm, 3 saatı 1 saatı 5 manat əlavə hər gün 15 manat da qazana bilərəm. Və yaxud da sizin işdən sonra elə bir xidmətiniz var ki, siz elə bir iş görə bilirsiniz ki, bu işə sərf etdiyiniz 1 saatın dəyəri həqiqətən 10 manat olur. O zaman artıq sizin beyninizə bir siqnal getməlidir ki, mən burada 1 saatımı 10 manat qazanıramsa, onda bu işdən imtina edib tamamilə başqa bir işə də keçə bilərəm. Və yaxud da bu biznesdən qazanacağım 1 saata görə 10 manat mənə daha çox fayda edə bilər. Yəni burada siz baxmalısınız, saatınızın dəyərini necə artıra bilərsiniz. Ona görə pul azsa siz birinci baxmalısınız, saatınıza görə qazandığınız dəyəri necə artıra bilərsiniz ona.